Deməli, gəldik çatdıq first conditionala. First conditional nədir? Bunu biz deyirdik ki, bu həmişə belə olan şeylər üçün istifadə edirik də. Belə rutin olmuş, elmi sübutunu tapmış. Məsələn, günəş çıxırsa hava işıqlanır, sən gedirsənsə mən də gedirəm. Yəni bu həmişə belədir. Bu isə gələcək üçün olan şərtdir sadəcə. Deyirik ki, bir var deyirəm, sən gəlsən mən də gəlirəm. If you come, I come. Bir də var deyirəm ki, sən gəlsən mən gələcəm. Gələcəkdə, gələcək planımız üçün şərt qoyuruq. Burada yenə çox bəsitdir. Buranı sadə indiki zamanda, məsələn, you go, gördüyünüz kimi eynidir. Burada I will go deyəcəksiniz. Gələcək zamandan istifadə edəcəksiniz. Deyirsiniz ki, if you learn English, I will learn English. Əgər ingilisini öyrənsəm, mən də öyrənəcəm. If I learn English, I will go to USA. Əgər ingilisini öyrənsəm, Amerikaya gedəcəm. If I learn English, I will earn much money. Əgər ingilisini öyrənsəm, çox pul qazanacam. I will earn. Gələcəkdə deyirsiniz. First conditionalda bu qədər rahatdır. Zero conditional bundan əvvəlki mövzuda öyrəndiniz. Bu first conditional idi. Bundan sonraki mövzuda second conditionaldan danışacağıq. O da yenə çox-çox asandır və çox-çox işə yarayandır. Sualda nə edirsiniz? Will'i keçirəcəksiniz qabağa, inkarda bura. Not əlavə eləyəcəksiniz. Bu qədər bəsitdir. Məsələn, deyirsiniz ki, if you learn English, will you go? Will you go to USA? İngilisini öyrənsən, Amerikaya gedəcəksən. If you have money, will you buy a car? Pulun olsa, maşın alacaqsan. Bu qədər. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.